Salam əziz izləyicilərimiz. Biz bugün Masallı rayonun Zuvan kəndində gözəl bir, qocaman bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Çox sağ olun, minnətdaram, xoş gəlmişsiniz. Çox sağ olun. Mənim adınız, soyadınız? Adım Əlibala, familiyam Muradov, atamın adı Xəlil kişi. Neçənci il anadan olmuşsunuz? Mən 1960-cı il mart ayının 19-unda bayramlar ayı olan Müqəddəs Novruz bayramımızına deməli həmən ayda anadan olmuşam. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? Müəllimlik fəaliyyətinə 1983-cü ildən başlamışam. Hansı məktəblərdə çalışmısınız? Mən 1983-cü ilin sentyabrından Yeni Zuvan kənd tam orta məktəbində işləmişəm. İndiki uşaq birliyi rəhbəri, pioner baş dəstə rəhbəri olmuşam. Bir il orada çalışmışam. O kənddə bunu da deyim ki, bizdən köçənlərdir ora. Yeni Zuvan, Köhnə Zuvan kəndi. Və 1984-cü ilin sentyabrından da öz doğma kəndimdə, yəni Zuvanlı kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyətə başlamışam. Ümumilikdə neçə il? Ümumilikdə 83-dən 48 il. Hay maşallah. Fəxri adlarınız, mükafatlarınız olub müəllim? Fəxri adım, fəxri rəsmi olmayıb, amma elə bu uşaqlar, mənim yetişdirdiklərim, şagirdlər mənim fəxrimdir də. Qazancım odur, bəli. Amma veteran müəlliməm, əmək veteranlıyam. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik bu çox fenomenal bir termindir. Müəllim olmaq həm çox şərəfli peşədir. Necə ki, ulu öndərimiz demiş ki, mən yer üzündə müəllim adından şərəfli ad tanımıram. Doğrudan da düz buyurmuşdur. Müəllim mənim üçün hər şey deməkdir. Müəllim ailə başçı deməkdir. Müəllim qayğıkeş insan deməkdir. Müəllim tərbiyə verən deməkdir. Uşaq öyrədən deməkdir. Pedaqoq deməkdir. Bəli, əlbəttə ki. Bəli. Təqaüdə neçənci ildə çıxmışsınız? Təqaüdə keçən ilin mart ayının 19-unda çıxmışam. Sentyabra qədər işlədim. Sonra öz xahişimlə çıxdım. Həyat yoldaşınızın adı, soyadı? Həyat yoldaşımın Muradova Tamara Bəndi qızı. Bildiyimizə görə çox gözəl atasınız, çox gözəl babasınız. Evladlarınız, neçə evladınız var, adlarını deyərdiniz sadəcə olaraq? Çox sağ olun. Mənim 6 evladım var, 4 qızım var, 2 oğlum var. Allah hamının balası saxlasın. Bizimkilərlə. Neçə nəvəniz var? 15 nəvəm var. Ay maşallah. Nəticə? Nəticə hələ ki qalıb, Allah haçan qismət eləsə onda olacaqdır inşallah. İnşallah sizi çəkdiyi işıqlandıracaq Allahın izni ilə. Buradan sizə baxacaqlar. 2 il sonra, 5 il sonra, 10 il sonra nəvələrinizə, nəticələrinizə, evlatlarınıza nə tövsiyə bildirərdiniz? Nəvələrimə, nəticələrimə, ümumiyyətlə insanlara, şəhidçilərimə, tanıdıqlarıma hamısına tövsiyəm budur ki, vətənə layiqli övlad olsunlar, vətənə həmişə xidmət eləsinlər. Oxusunlar, savad alsınlar. Çünki təhsil elə bir məsələdir ki, dövlətin ən strateji bir sahəsidir təhsil. Təhsilsiz, biliksiz, savadsız millətin gələcəyi yoxdur. Hamısı təhsil üzərində qurulur. Mən çox sağ olun. Dərin təşəkkürümüzü bildiririk sizə, xatirələrinizi bizimlə bölüşdünüz. Çox sağ olun. Siz sağ olun, əziyyət çəkdiniz. Bu rayonumuzun Ucqar kəndinə gəldiniz. Valla, bura hər jurnalist, hər qələm əhli gəlib çıxa bilmir. Çox ucqar kənddir. Biz də belə gəlmişik sizin kimi müəllimlərimizi yad eləmək üçün. Çox sağ olun. Düzdür, indi müasir kəndə aid olan şərait bizdə hələ bizim kəndimizdə yoxdur. Yəni, nə internet var, nə yolumuz, gördünüz də yolumuz var, qazımız yox, meşəlik ərazidir, dağlıq ərazidir. Giley-güzar eləmirəm, olanı deyirəm, mən vaxtız bir-birinizə, valla, mən nə deyim. Bütün işdə razıyam dövlətimizdən, onun başçısından razıyam və çalışdığım bütün o illər ərzində, hansı ki ömrümüzün ən gözəl çağlarını həsr elədiyimiz, bilirəm ki, uduzmamışam, yaxşı bir sahə seçmişəm, təhsil işçisi olmuşam, mən bununla fərq edirəm. Qismət gəlib sizi müəllim edib. Bəli, bilirəm ki, kəndimizin tarixində də gözəl bir pedaqoq kimi mən həmişə anılacağım. Çox sağ olun müəllim, çox sağ olun.